Türklər öz həyat biçimlərinə uyğun öz gün sayarlarını qurmuşlar. Türklərin həyatı təbiətlə bağlı olduğundan gün, ay və illərin adını da təbiətdən ilham almışlar. İndi isə bu paylaşımda ayların türkcə adını öyrənəcəyik. Mənimlə yol bir olun. Fərvərdin, ağlar gülər. Ordibeheşt, gülən ay. Xordad, qızaran ay. Tir, qora pişirən. Mordad, quyruq doğan. Niyə bu aya quyruq doğan deyilir? Çünki bu ayda göy üzündə quyruğa bənzəyən bir ulduz doğulur ki, mutluluğun simgəsidir. Şəhrivər, zumar ayı. Zumar nə deməkdir? Zumar qış azuqəsi deməkdir. Bu ayda daha insanlar qışın çətin günləri üçün özlərinə yeyəcək və buğda toplamağa başlayırlar. Mehr, xəzəl ayı. Aban, qırov ayı. Qırov nə deməkdir? Payızın axırlarında soyuqlar düşəndə yarpaqlar və yer üzərində toplanan kiçik kristal qar dənələrinə qırov deyilir. Bu ayda daha təbiətə qırov düşür. Azər, Azər ayı. Bu ayın adı Azərbaycanın öz adı ilə bağlı olduğundan qorunub saxlanmışdır. Azərin bir başqa anlamı da od, atəşdir. Bu ayda havalar soyuq olduğundan insanlar od yandıraraq özlərin və evlərin isindirmağa başlayırlar. Dey, çillə ayı. Bəhmən, donduran ay. Esfənd, bayram ayı. Günümüzdə siyasi və coğrafiyayi dəyişimlər sonucunda İranda yaşayan türklər şəmsi gün sayar, başqa coğrafiyalarda yaşayan türklər isə miladi gün sayar işlədirlər. Ancaq bu sözlər böyük ana atalarımızın hələ də beyin yaddaşında qalmaqdadır. Siz bu sözlərlə ilgili nə düşünürsünüz? Sizin də böyük ana atanız bu sözləri işlədirdimi? Lütfən yorumlarda görüşlərini yazınız.